həmin gün qazandığı qələbə ilə bütün ölkəni sevincə qərq etdi. Hamı kimi onun uğuruna doğmalar da sevindi. Rəsul bu uğura qədər çox əziyyət çəkib. Balakən rayonundan olan idmançımız 10 yaşından Bakıda, doğmalarından uzaqda yaşayıb. Onun uşaq vaxtında zəhmətkeş olduğunu deyən atası oğlunun Avropa oyunlarında uğur qazanacağına əvvəldən inanıb. Rəsul sağ olsun, məşq edib gündə indi özünü doğrultdu bugün. Sevincimin də həddi yoxdur. Mən də onun çıxışına baxmağa gəlmişdim. Ağzından deyə bilmirəm hissimi. Burası çox sevindim. Son 3 ayda oğluna görə Bakıya gələn və onun qayğısına qalan Rəsulun anası Elzanə xanım oğlu həyəcan keçirməsin deyə oyunların keçirildiyi arenaya getməyib. Rəsula uğurlar arzulayan anası evdə, televizorda baxmaq qərarına gəlib. O zalda mən özüm də ola bilməzdim. Rəsul da həyəcanlanardı ki, dedi, ana, sən evdə otursan daha düzgün olar. Canlı baxmaq vəbşə çətindir. Bir var uzaq ölkədən zənglə deyir ki, ya qalib oldum, ya məğlub oldum. Onu evdə gözləyirəm, onun ayrı hisslərim olur. Bu da ki, canlı baxıram, həddindən artıq çətindir baxmağa. Rəsulun doğmaları, qohumları Balakən rayonunda yaşayır. Onun qələbəsinə sevinənlər rayonda da həddən artıq çoxdur. Onlar Bakıya gəlməsələr də Rəsulu qazandığı qızıl medalla rayonda gözləyirlər. Amma Rəsulun bibisi Bəsirət xanım qələbə sevinci ilə rayondan Bakıya gəlib. O müsahibə zamanı göz yaşlarını saxlaya bilmədi. Hər halda bu sevinç göz yaşları idi. Mən rayondaydım, televizora baxdım, bütün qonşu yığıldı. Necə həyəcan, dözə bilmirdim. O gecə çıxdım, gəldim, səhəri buradaydıq. Gəldim də görüşdüm. Hər rayona gələndə mənlə görüşməyib getməz. Sevinç, göz yaşları heç saxlaya bilmərəm. Rəsulun ailəsi ilə söhbətin qızğın anında idmançımız özünü yetirdi. Onunla da söhbət edib, qələbədən sonra keçirdiyi hisslər və ümumiyyətlə qələbəyə gedən yol haqqında fikrini öyrəndi. Çoxdan görmüşdüm evdəkiləri. Söhbət edirik bayaqdan. Mama çay sənətdə eşitdik. 3 aydır ki, mamam yanımda buradaydı və məni qidalandırırdı və mən anamın əziyyətini yerə vura bilməzdim. Əlbəttə ki, burada atamı da qeyd eləməliyəm. Arada gəlib gedirdi ki, Balakəndə evimizi tək qoya bilmirdi. Deyirdim, gəl qal burada, amma dedi ki, oğlum, sən nə qədər vaxt lazımdır, anam mən səni göndərəm sənin yanına, təki güc toplayasan, yarışda qalib gələsən, mən biraz tək qalaram, problem yoxdur. İndi çox sevinirəm ki, hamımız bir yerdə yığışmışıq, qələbəni bölüşürük. Düzün, yarışdan sonra, qələbədən sonra çox da görə bilmirəm evdəkiləri, xoş anlar yaşayırıq. Rəsul final oyunundan əvvəl anasına zəng edib, ondan xeyir-dua istəyib. İdmançımız əskər olduğu üçün anası ona marş irəli Azərbaycan əskər deyərək uğurlar arzulayıb. Mən həmin gün biraz xəstə idim. Ona dedi ki, yox oğlum, uduzsan da bizim oğlumuzsan, uduzsan da atamla anam mənə həmişə elə deyir ki, alınar, alınmaz, canın sağ olsun. Və həmin gün dedi ki, oğlum, inşallah deyir, marş irəli Azərbaycan əskəri. Çıx, İnşallah qalib gələrsən, gəlməsən də sən mənim oğlumsan, sən mənim çempionumsan. Bu məni daha ruhlandırdı və çıxdım, qalib gəldim. Hazırda Avropa oyunlarında qazandığı qələbə ilə əlaqədar başı qarışıq olan Rəsul tezliklə məşqlərinə davam edəcəyini deyir. Növbəti məqsədinin Olimpiya çempionu olduğunu deyən idmançımıza daha böyük uğurlar arzulayırıq. Çünki bizim idmançılarımıza yalnız qələbə yaraşır. Mürvət Salikoğlu, Sevgili Eyvazov, Space.